Bəli əzizlər, baxın bu günləri ərəb əlifbasında ikinci dərsimizə başlayırıq və bu gün 3 dənə hərf inşallah keçəcəyik. Allah qoysa, bunlar hansı hərflərdir? Birinci hərf, diqqət edək, bura baxaq inşallah. Kim də istəsə qeyd apara bilər bu cürünə. Birinci hərfimiz cim hərfidir. Sərbəst formanı yazıram. Sərbəst forma. İçində nöqtədir. Sərbəst forma. Əvvəl forma. Ondan sonra orta formanı yazırıq. Altında nöqtə və axır formanı yazırıq. Axır formanı yazırıq inşallah. Dostlar, demək olar ki, bu hərflər bir-birinə oxşayırlar, amma aralarında nöqtə fərqi var. Baxın, yazıram adını.